Bu peçeniləri yeməyə ürəyim gəlmirdi. Çayımı içə-içə oturub saatlarla baxaram, amma görüntüsü qədər dadları da əlaydı. Xəmirin dəqiq reseptini aşağıda yazmışam. Yumşaq kərə yağını şəkər tozu ilə qarışdırıb yumurta əlavə edirəm. Vanil və çox az soda qatıram. Unu da töküb xəmir yoğurub 20 dəqiqə soyuducuda gözlədirəm. Yağlı kağız arasında yayıb formalardan kəsirəm. İstifadə etdiyim formaları Trendyoldan almışam. Linklərini Trendyol səhifəsindən tapa bilərsiniz. 150 dərəcədə bişirib, isti-isti üzərinə düz bir lövhə qoyuram ki, dekor eləmək rahat olsun. Bir neçəsinin içərisinə isə sobaya verməzdən əvvəl karamel töküb şüşə pəncərə effekti əldə edirəm. Keçək dekora. Yumurta ağına şəkər pudrası və limon suyu qatıram. O həddə qədər qatıram ki, videodakı qatlıq alınsın. 2 ədəd yumurta ağına təxmini 300 qram pudra gedir. Çox qatı olsa 1-2 damcı limon suyu əlavə edib aça bilərsiniz. Qida boyaları ilə rəngləndirib dekor edirəm. Əvvəl kənar konturlarını edib quruduram, sonra içini doldurub bəzəyirəm. Mən sadə və minimalistik dekor elədim. Düzü biraz vaxt alır, amma gözəlliyinə dəyər. Belə zərif şirniyyatları yeməkdənsə hazırlamağı sevirəm. Bəs siz necə? Bişirməyi sevirsiniz mənim kimi, ya yeməyi?